Evdar xanımların bilməli olduğu bəzi cümlələr rus dilində. Gladить, ütüləmək. Я глажу, mən ütülüyürəm. Стирать, yumaq, paltar yumaq. Я стираю, mən paltarları yuyuram. Mыть, o da yumaqdır. Amma məsələn qab yumaq, pəncərə yumaq. Я мою посуду. Я мою окна. Вытирать, silmək. Я вытираю стол. Mən stol silirəm. Я вытираю пыль. Mən tozu silirəm. Складывать, qatlamaq. Paltarı qatlayırsınız. Я складываю одежду. Mən paltarları qatlayıram. Я развешиваю одежду. Mən paltarları asıram. Я собираю одежду. Paltarları yığıram. Və siz hansıları bilirsiniz? Şərh bölməsinə yazın. Gündəlik həyatda uşağınızla ünsiyyət edəndə, uşağınızla parka düşəndə kimlə ünsiyyət etmək istəyirsiniz, mağazaya gedirsiniz, nəsə almaq istəyirsiniz və s. və ilaxır. Uşağınızı məktəbə yazdırmaq istəyirsiniz, müəllim sizi çağırıb narahat olsunuz, görürsə mən nə sual verəcəyəm, mən ona nə cavab verəcəm və s. düşünürsünüzsə, artıq düşünməyə gərək yoxdur. Bütün problemlərinizin həlli bu kitabımdadır. Kitabım PDF elektron variantdadır. Çünki çap olanda görün nə boyda olur. Bu və qalınlığına baxın. Çünki 250 səhifədən ibarətdir. 3000-dən artıq cümlələr var burada. Təkcə qadınlar üçün yox, kişilər də faydalana bilərlər. Yəni sizin üçün də burada çox dəyərli cümlələr var. Əldə etmək üçün mesaj bölməsinə və yaxud da WhatsApp nömrəsinə yazmaq kifayətdir.